şəhər planlaşdırılması zamanı infrastruktur yaradılanda yağıntıların miqdarı olsun, digər iqlim göstəriciləri olsun, bunlar nəzərə alınaraq bu işlər həyata keçirilir. Artıq baş verən proseslər o zərurəti yaratmırmı ki, biz o standartlara yenidən baxaq, o göstəriciləri yenidən nəzərdən keçirək? Şübhəsiz. Burada digər amillər nəzərə almaq lazımdır, iqlimdən başqa. Tutaq ki, biz Abşerondan, xüsusən Bakı şəhərindən danışırıqsa, bu kanalizasiya sistemi Sovet hökumətinin vaxtında quraşdırılıb və hesablanıb əhaliyə, 1 milyon əhaliyə. Bəli. İndi Bakı şəhərində artıq bəzi aylarda 5 milyona yaxın insan ola bilir də. Siz təsəvvür edin, 1 milyona hesablanmış bir sistem necə 5 milyona daha normal tabaq gətirə bilər. Hələ üstəlik belə yağıntılar düşəndə. Biz gördük ki, Abşeronda baş verən bu son hadisələrdə sutkalıq maksimumlar həddən artıq 3 gün ərzində təqribən aylıq normal 4-6 dəfə yağıntılar artdı və buna da biz hazır deyilik. Təəssüflər olsun ki, Sovet zamanında da bu şəhərin yağış kanalizasiya kollektoru anlayışında ortalama 10% təminatı var. 10%? Bəli. Ən yaxşı halda biraz son illərdə tikinti olub, bu 15% olsun. Bunun o tərəfə keçmirsiniz. Qamışlıq ərazilər var. Bəli. Bugün o qamışlıq ərazilərin yerində ya göydələnlər var, ya həyət evləri var, ya hansısa bir müəssisə yerləşdirilir. Yaxşı, onda oraya yağan yağış keçən səfər yağırdı, 10-15 il bundan qabaq, oraya yığılırdı. Sonra da oradan təbii ki, buxarlanırdı. Biz onu hiss eləmirdik. Bugün o yer yoxdur axı. Biz onun yerini zəbt eləmişik. Zəbt elədiyimizə görə həmin yağış da ora gəlməlidir, təbiidir. Çünki relyef elədir ki, o yağan yağış başqa yerə gedə bilməz, ora gəlməlidir. Bəli. Və gəldiyinə görə də vətəndaşların tutaq ki, mülki, evi, həyəti suyun içində qalır. Hə, onda vətəndaş olaraq biz hamımız hökumətə müraciət edirik, hökuməti düşünürük. Yaxşı, mən onu bir sual verirəm vətəndaşa. Bu evi tikəndə niyə düşünmədik ki? Kim bizə qoymadı ki, biz düşünək ki, axı dünən bura palçıqdır, bura çökəkdir. Qamışlıq ərazidir. Bəli. Baxın, Beşor gölün ətrafına, Biləcəri, Binəqədi. Niyə? Çünki yenə qayıdıram 20 ildən qabağa. Kifayət qədər böyük göl məsələləri də ora. Bunun hamısını torpaqla doldurub, onun üzərində dəbdəbəli evlər tikdilər. Və bugün o ciddi bir sıxıntı ilə biz rastlaşdıq. Elmlə idarə etmə bir yerdə olmalıdır. Elmi nüxleyinəcə elmşünaslarla, hidrologlarla, geomorfoloqlarla bir yerdə və bu hamısı ki, bu məsələyə cavabdeh olan təşkilatlar var. Bir yerdə bu məsələləri elə həll etmək lazımdır. Gələcəkdə biz daha təhlükəli, daha faciəli şəraitlə üzləşməyək. Yəni bugün istəsək də biz Bakı şəhərində normal yağış kanalizasiya sistemi yaradaq. Təsəvvür edirsiniz ki, biz küçələrdə böyük qazıntı işlə aparıb, o böyük yağış üçün böyük borular qoymalıyıq. Yəni böyük diametrli borulardan bir yağış sistemi yaratmalıyıq. Bu çox həm maddi baxımdan çox böyük vəsait tələb edir. Həm insanlar üçün, yaşayan əhali üçün ciddi narahatçılıq yaradacaqsa, üçüncü də çox böyük zaman lazımdır. Çox böyük zaman lazımdır. Biz bunu ona görə də lokal şəkildə maksimum dərəcədə biz çalışmalıyıq, yağış sularını idarə edirik. Şəhər salmada ümumiyyətlə landşaft ekoloji karkaslar olmalıdır. Və əvvəldən həm yaşıl dəhlizlər, həm hibrid dəhlizlər eləmək lazımdır ki, idarə etmə şəhərdə bu fəsadlar çox ziyanla başa gəlməsin. Müəyyən tədbirləri əvvəldən fikirləşmək lazımdır. Əvvəldən onları hesablamaq lazımdır. Xüsusən həssas ərazilərdə bu mütləq nəzərə alınmalıdır. Bütün bunlar nəzərə alınaraq Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə dövlət proqramının icrası müsbət nəticələrin əldə olunmasına şərait yaradacaq.